Hər kəsə salam uşaqlar. Hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü mövzumuz adi kəsrlərin part 2 hissəsi olacaq. Bir müddət idi ki, kanalda video izahlar paylaşa bilmirdim. Lakin bugündən etibarən bütün mövzuların izahlarını sistemli və ardıcıl şəkildə sizinlə paylaşacağam. Bunun üçün kanala abunə olub şərh yazsaz məni sevindirmiş olarsınız. Elə isə vaxt itirmədən gəlin başlayaq mövzu izahımıza. Mən sizə ən son adi kəsrlərdə hissəsinə görə ədədin tapılmasını danışmışdım və demişdim ki, buna aid çoxlu məsələlər işləməlisiniz ki, əliniz öyrəksin. İndi isə davamlı olaraq onlu kəsrlər haqqında danışacağım. Ümumiyyətlə, onlu kəsrlər nə idi? Məxrəcində 10, 100, 1000 gördüyümüz kəsrlərə biz onlu kəsrlər deyəcəydik. 10 olsun, 100 olsun, 1000 və yaxud da onların misilləri. Bunlar onlu kəsri yaradır. Yəni, məsələn, məxrəcində bir 10 yazaq. Surətin fərqi yoxdur, uşaqlar, 7 olsun. 10-da 7 kimi oxunur və vergüllə də belə yazırıq. 0 tam, çünki qarşısında tam hissəsi yoxdur. 7-ni də yanına yazırıq. Vergüldən sonra ədədi yazırıq. Və yaxud olsun 4%. Bəs bunu necə yazacağıq? Deməli, tamını qoyduq, 0, vergülünü qoyduq. Görürük ki, məxrəc 2 rəqəmlidir, amma surətdə 1 rəqəm var. Onda 2 rəqəmini tamamlamaq üçün 4-ün qabağını mütləq 0 atırıq. Bu isə bizim olur %4-ün 0,4 onlu kəsirdə yazılışı. Biz istənilən adi kəsiri onlu kəsirə çevirə bilmərik. Lakin bəzi adi kəsirlər var ki, onları çevirmək olur. Bunların hansılardır? Məsələn, bir kəsir yazacağım, tutalım 7-də 3. Bu, heç bir zaman onlu kəsirə çevrilmir. Hər zaman adi kəsir olaraq qalacaq. Lakin bəzi adi kəsirlər var ki, onlar hansılardır? Məxrəcində müəyyən ədədləri görsək əgər. Məsələn, məxrəcində 2, yaxud 5 və yaxud da 2/5 ibarət olarsa, yəni bu ədədlərdən ibarət olarsa məxrəci, o zaman biz onları onlu kəsirə çevirə bilirik. Məsələn, yazıram, tutalım 4-də 3. Məxrəcində nə görürsünüz? 2-nin vuruqları. 4 nə deməkdir? 2 vuraq 2 deməkdir. Ona görə mən bu adi kəsiri onlu kəsirə çevirə bilirəm. Necə çevirə bilərəm? 3-ü 4-ə bölə bilərsiniz uşaqlar. Ya da ən asan yolu məxrəcində 10, 100, 1000 yaratmaqdır. Məsələn, mən 4-ü 10-a gətirə bilmərəm. Nəyəsə vursam alınmır. Amma 4-ü 100-ə gətirə bilərəm. Necə gətirərəm? 4-ü vuraram 25-ə. Eyni qaydada 3-ü də vuraram 25-ə. Yuxarı edəcək 75, aşağı edəcək 100. Onlu kəsir kimi necə yazırıq? 0 tam, vergül, yanına da 75. 75 2 rəqəmlidir deyək uşaqlar. Ona görə qabağına 0 falan yazmağa ehtiyac yoxdur. Bu da belə. Biz onlu kəsirlərin son hissəsinə istənilən qədər 0 yaza bilərik. Məsələn, tutalım yazıram ki 0,3. Bu 0,3 həm də belə də yazıla bilər. 0,30 və yaxud ola bilər ki 30-un yanına da 1-0 və yaxud 2-0, 3-0 belə artırmaq olar. Yəni, sondakı sıfırın mahiyyəti yoxdur. Nə zaman onlu kəsirlərdə? Onlu kəsirləri müqayisə etmək üçün müəyyən qaydalar var idi. Müqayisədə birinci qayda o idi ki, birinci qayda. Əgər tam hissələri varsa, onların tam hissələrini müqayisə edirik. Məsələn, 5/4 mü böyüdü sizcə, yoxsa 3/2 mi? Tam hissə vergülün qabağında olandır. Yəni 5, 3/2-nin tamı isə 3-dür. Təbii ki, görünür ki, 5 daha böyük olduğu üçün 5/4 onlu kəsir 3/2-dən daha böyük olacaq. İkinci qaydamız. Əgər tam hissələri bərabər olduqda isə kəsir hissələri müqayisə olunur. Məsələn, yazağın 5,42 və 5,34 olsun. Baxın, görürsünüz ki, tam hissələr ikisində də 5-dir. Lakin əsas biz baxacağımız nədir? Kəsir hissələrdir. 42 və 34. Hansı daha böyükdür? Təbii ki, 42 böyük olduğu üçün 5,42 onlu kəsiri 5,34-dən daha böyükdür. Onlu kəsirlərin toplanılması, çıxılması, vurulması və bölünməsi. Bunlar haqqında danışacağım. Birinci başlayaq toplama və çıxma. Toplama və çıxma necə izah olunur? Belə deyək uşaqlar. Biz toplama və çıxmada mütləq vergülün altında yazmalıyıq. Adi kəsirlər başqa cür həll olunurdu, lakin onlu kəsirlər tamam başqa cürdür. Bu natural ədədlərə də oxşuyur onlu kəsirlərin toplanması, çıxılması. Yəni, belə yazaq ki, məsələn, 30,7 üstə gəlilsin 2,11.
Mən bunu necə eləyə bilərəm? Natural ədəd formasında. Birinci yazaram 30,7. Üstəgəl. Natural ədədlərdə necə yazırdıq? Bax, belə qoyurduq üstəgəl işarəsini. Sonra 2,11 yazmalıyam. Amma mən bilmirəm bunu necə yazım. Əvvəlcə vergülü vergülün altına qoymalıyam. Vergüldən əvvəl 2 gəlib uşaqlar. Vergüldən sonra 1 və 1. Deməli 7-nin altına 1 düşdü. Lakin o biri 1-in üstündə heç bir şey yoxdur. Mən onu 0 ilə əvəz edəcəm. Demişdik axı, onu kəsirin sonuna üstənilən qədər biz 0 ata bilirik. Yazdıq. Deməli, indi natural ədədləri necə toplamışdınız? Elə də toplayacaqsınız. Vergülün əvvələ köçürtdüm. 0 üstəgəl 1, 1. 7 üstəgəl 1, 8. 0 üstəgəl 2, 2. 3-dəki yalnızdır. Bunu da belə yazdıq. Cavab elədir 32,81. Ən incə ayrıntısına kimi izah edirəm ki, heç bir sual qalmasın beyninizdə. Çünki bu mövzunu ilk dəfə keçənlər də olacaq, yaxud təkrar olaraq bu mövzu izahına baxanlar da olacaq. Çıxılma da uşaqlar eyni qaydadadır. Rahatlıqla bu şəkildə çıxa bilərsiniz. Sadəcə olaraq əsas qaydamız vergülü vergülün altında qoymaqdır. Yəni əsas vergülə diqqət edirsiniz. Vergülə yazaq diqqət. Bu da belə. Sonra keçək nəyə? Vurulmaya. Vurulma. Vurulmada necədir uşaqlar? Vurulma əslində daha rahatdır. O da əslində natural ədədlərə çox oxşuyur. Yəni natural ədədləri necə vurursunuzsa, burada da vurulmanı elə edəcəksiniz. Yenə də burada da əsas qayda vergüldür. Vergüldən sonraki ədədlərdir bizim diqqətimizi cəlb edəcək olanlar. Vurulmanı necə izah edərik? Yazarıq məsələn 1/2 vurulsun 1/4. Mən vergülsüz şəkildə 12-ni 14-ə vuracam. Yəni vergülü nəzərə almadım. Bu 12 kimi oxunacaq, 1/4-də 14 kimi oxunacaq. 12-ni 14-də siz alt-alta vurursunuz. Edir. Baxın 4 2-yə 48, üstə gəl 1 2-yə 12 elədi 168. Yazdıq 168. Alt-alta vurduq. Baxın siz də belə vura bilərsiniz. Böyük ədədlər ola bilər. Vurduqdan sonra isə nə edirik? Əsas vergülü qoymaqdır mühüm olan. Vergüldən sonra burada bir rəqəm var. Burada da bir rəqəm var. Ümumi 2 rəqəm var. Bir dənə burada, bir dənə burada. Topladım 2 dənə rəqəm var. Mən yəni aldığım cavabda sağdan sola 2 rəqəm ayıracağım. 8, 6. Baxın burada dayandım. Alınır 1,68. Yəni vergül sağdan sola doğru ayrılır. Bu da yadınızda qalsın. Keçəyin bölünməyə. Yəni bu da göründüyü kimi burada da vergülə diqqət edirsiniz. Və eyni qaydada toplama kimi natural ədədlər necədirsə, burada da belə vurulurdu. Keçəyim bölünməyə. Bölünmə necə olur uşaqlar? Məsələn, siz 1/2-ni 0/3-ə bölmək istəyirsiniz. Bölünmə əməlini kəsr xətti ilə əvəz edə bilərsiniz. Yazarsınız ki, 1/2 yuxarıda, 0/3 aşağıda. Hər iki kəsiri elə bir ədədə vuraq ki, burada natural ədəd alınsın. Məsələn, 0/3-ü nəyə vura bilərəm natural olsun deyə? 10-a vura bilərəm, düzdürmü? Olacaq 3. 1/2-ni 10-a vursam, bu da olacaq 12. Yəni, sürət və məxrəci eyni anda 10-a vururam. Alınır 12/3, 4. Yaxud da adi kəsirləri necə bölürsünüzsə, onlu kəsirlərdə elə bölə bilərsiniz. Tutalım 1/2 bölünsün, 0/3-ün əvəzinə nə yazacağam? 1/2 necə oxuyuramsa, elə də kəsir formatında yazıram. Bölünsün 0/3, 14 kimi oxuyuram. Bərabərdir. 1/2 düzgün olmayan kəsiri çevrilən zaman 10-da 12 vuraq. Çünki bölmə əməli yoxdur uşaqlar, əvəzinə tərsinə vurma əməli var. 3-də 10. Onlar ixtisar gedir 12/3, 4. Görürsünüzsə eyni cavablar alındı. Təbii ki, birinci qayda daha qısa və rahatdır. İstənilən qaydadan istifadə edə bilərsiniz. Oradakı şəraitə baxırsınız. Hansı daha rahatsa, siz də ondan istifadə edərsiniz. Deməli, uşaqlar, biz onlu kəsirlərlə hələ ki işimiz qutardı. Keçirik dövr onlu kəsirlərə. Başlıq olaraq siz də qeyd eləyin. Çalışın ki, uşaqlar, əlinizdə dəftər və qələm olsun ki, mən yazdıqca siz də öz qeydlərinizi rahatlıqla götürə bilərsiniz. Dövrü onlu kəsirlər. Deməli, biz nəyə dövrü onlu kəsirlər deyirik? Əvvəla onlu kəsirlər bildik ki, məxrəcində 10, 100, 1000 və yaxud onların misilləri olsun. Dövrü onlu kəsirlər isə elə ədədlərə deyilir ki, onlar surət və məxrəcə bölündükdə bu ədəd sonsuz sayda təkrarlanır. Bu zaman biz buna dövrü onlu kəsir deyirik.
Təkrarlanan hissə isə adlanacaq dövr. Baxın, məsələn, tutalım, yazaq ki, 0 tam dövrdə açılışın yazım hətta 3, 3, 3 və nöqtə, nöqtə. Bəzən görürsünüz, hətta sürət məxrəcə bölünəndə, bayaq da tərifdə sizə dedim ki, o ədəd təkrarlanır. Baxın, bu təkrarlanan hissə bunu nəzərdə tuturduq. 3. Baxın, 3-lər təkrarlanır. Bu təkrarlanan hissəyə biz deyirik dövr. Və ona dövrün içərisində yazırlar. 0 qoyurlar, vergül qoyurlar. Çünki 0-la vergül təkrarlanmır. Təkrarlanan hissə 3-dür. 3-ü dövrün içərisində yazırlar. Baxın, belə. Daha qısa yazaq. Mötərizəm çox böyük oldu. Deməli, 0 tam dövrdə 3. Belə də oxunur uşaqlar. Dövr onlu kəsirlərin 2 qrupu olur. Saf dövrü və qarışıq dövrü. Baxın, 0 tam dövrdə 3 olur, saf dövrü onu kəsir. Hardan bildik? Safdır. Saf olması üçün vergüldən dərhal sonra ədəd başlayır, dövr başlayır. Baxın, belə yazağın. Baxın, 0 tam dövr 3. Vergüldən sonra dərhal dövr başlayır. Dövr nədir? 0 tam dövrdə 3. Baxın, 3 olan hissə bu dövrdür. Yəni, vergüllə dövrün arasında heç bir şey yoxdur. Yaxud da 0 tam dövrdə 7, 2 tam dövrdə 5. Baxın, bunlar. Qarışıq dövr onu kəsir o idi ki, dövr vergüldən bir və ya bir neçə rəqəm sonra başlayır. Yazıram 0 tam onda 2, dövrü daha sonra yazıram, dövr 3. Baxın, dövrlə vergül arasında hər hansı bir ədəd var, 2 var. Və yaxud da mən bunu 2 yox, 25 yazıram, 26 da ola bilər, fərqi yoxdur. Əsas dövrlə vergülün arasında bir ədəd olsun. Tutalım olsun, 0 tam %58, dövründə də 4 olsun. Baxın, belə. 2 tam onda 5, dövrü 2. Bunlar hər birisi qarışıq dövr onlu kəsirlərdir. Ümid edirəm ki, ayırmağı başa düşdünüz. Ayırdıqdan sonra biz həm safı adi kəsirə çevirə bilirik, həm də qarışığı da adi kəsirə çevirmək olur. Necə çeviririk? Başlayaq. Əvvəla saf dövr onlu kəsirdən qarışığa, adi kəsirə daha doğrusu, çevirməyi öyrənək. Necə çevirik? Bir dənə saf dövr onlu kəsir yazacağım. Bayaq da yazmışdım əslində 0.7 bərabərdir. Mənim dövrün içərisindəki ədədlə işim olmayacaq uşaqlar. Onu mən həmişə surətə yazacağam. 7 yuxarıdadır. Mən əsas məxrəcə nə yazmalıyam? Saf dövr onlu kəsirlərdə dövrün içərisindəki rəqəm sayı qədər 7-dən 1 dənədir. Ona görə 1 dənə də 9 yazacağam. Əgər məsələn olsaydı 0 tam dövrdə 23. 23-ü yenə yuxarıya yazacaqdım. Dövrün içərisindəki rəqəm nə qədərdir? 2 və 3, 2 dənədir. 2 dənə rəqəm olduğu üçün mən 9-dan 2 dənə yazacağım. Olacaq 99-da 23. Belə biz adi kəsirə çevirdik. Bu safdır, bu isə adi kəsirdir. Belə çevirəcəyik uşaqlar. İndi gəlin keçək qarışıqdan nəyi? Adi kəsirə keçid. Bir-birinə oxşuyur. Məsələn, yazırıq ki, 1 tam olsun 1 tam deməli onda 3, dövrdə 2. Bunu necə çeviririk? Bu dəfə isə bizim işimiz yoxdur. Nə ilə? Tamla işimiz yoxdur. Çəkdik kəsir xəttimizin. Dövrün içərisindəki rəqəmin sayı qədər 9 yazırdıq. Yəni 2-nin sayı qədər 9 yazırıq. Lakin baxın, bu qarışıq hissə. Yəni dövrlə vergül arasında gələn hissənin sayı qədər isə 0 yazırıq uşaqlar. Yəni 3-dən 1 dənədir deyə olur 90. Gördüyümüz vergüldən sonra hansı ədədi görürsünüz? 32. Yan-yana gətirin bunları. 32. 32-dən çıxırsınız qarışıq hissəni. Mən qarışıq hissə buraya deyirəm. Yəni qarışıqlığı yaradan baxın bu 3-dür. Çıxırsınız 3-ü. Bərabərdir 1 tam eləyir. 90-da 29. İndi çətin görsənə bilər, amma həqiqətən çox test işlədikdə, çox misallara baxdıqda əliniz avtomatik olaraq öyrəşir və rahat şəkildə yazırsınız. İlk dəfədən çətin ola bilər, lakin dediyim kimi çoxlu testlər işləməlisiniz çevirməyə dair. Olsun, bir dənə də işləyək. 0 tam dövrdə 21, 0 tam onda 0 tam onda 2 olsun. Yaxud da %21 olsun, elə qalsın. Dövründə də olsun 1 olsun. Bərabərdir. Baxın, tamı yoxdur, heç nə yazmıram. Dövrün içərisindəki rəqəm 9-u belirlədim. Qarışıq hissə isə sıfırların sayını 2 və 1. Deməli 2 dənə 0 yazacağım. 0, 0. Gördüyümüz ədəddən vergüldən sonra gördüyümüz ədəd 211-dir. 211 çıxılsın
qarışıq hissə. Qarışıq hissə haradır? Qarışıq hissə hər zaman vergüllə dövr hissənin arasında gələn hissədir. Biz onu qarışıq hissə deyirik. Yəni 21-dir. 211-dən 21-i çıxacaqsınız. Eləyəcək 190 bölü 900. İxtisar apara bilərsiniz, o artıq sizin öz işinizdir. Sonra deməli uşaqlar keçirik nəyə? Burada müəyyən qeydlər var idi ki, onları da siz yazın. Qeyd. Siz istənilən natural ədədi dövr kimi yaza bilərsiniz. Məsələn 5. Hər hansı bir natural ədəd götürdüm. Yadınızda saxlayın ki, 5-in dövrü nədir? 0-dur. Baxın, çevirdim. Və yaxud 4 tam dövrdə 9 kimi yaza bilərsiniz. Çünki niyə? Baxın, fikirləşin də, bu nə deməkdir? 4 tam 9-da 9. Həqiqətən 4 tam 9-da 9-da sizə 5-i verəcək. Baxın, belə də yazmaq olar uşaqlar. Bu da belə. Sonra müəyyən misal tipləri var idi ki, onları istəyirəm görəsiz. Misal nömrə 1 yazın. Misal 1. Müqayisə edin. Çox qarşılaşırıq bu sual tipləri ilə. Həm güvəndə var, həm topluda, sınaqlara falan da düşür. Müqayisə edin. Deməli, sualımız belədir uşaqlar. A ədədini sizə verib 2 tam dövrdə 3. Vergülünü qoymadım. 2 tam dövrdə 3. B-ni sizə verib 2 tam 1000-də 324. C də 2 tam 10-da 3 dövrdə 4. Bərabərdir. Gəlin bunları müqayisə edək. Görün nə qədər oxşayırlar bir-birinə. Amma xırda fərqlər var təbii ki. Əvvəla A ədədindən başlayaq. 2 tam dövrdə 3 nə deməkdir? 3 təkrarlanır. Baxın burada 3, 3, 3. Baxın belə yazdım. İlk 3 ədədi yazdım kifayətdir. Zaten bilirik bundan sonraki ədədlər də 3'dür. Sonra keçirəm B-yə. B zaten özü bizə çox gözəl bir halda verib. Bunu düzəltməyə ehtiyac yoxdur. Amma işimiz C ilə var. Baxın 2 10-da 3'ü köçürtdüm. Təkrarlanan 4'dür. Yazıram 4, 4. Yenə 4 var. Onun bir ikisini yazsam kifayətdir. Səbəbi nədir uşaqlar? Hamısının tam hissələri bərabərdir. 2, 2. Mənə əsas lazımdır bunların kəsr hissələrini müqayisə eləmək. Yəni 333'ü, 324'ü və 344'ü. Hansı daha böyüdür? Natural ədəd kimi baxanda 344 daha böyüdür. Yəni C daha böyüdür. Sonra gəlir. Hansı daha böyüdür? 333 daha böyüdür. Yəni A gəlir. Sonra da 324. Ən kiçikləri də 324'dür. C, A, B kimi gəlirlər. Bunu da qeyd edin. Biraz da böyüdürəm. Assist eləyə bilərsiniz. Sonra keçəyin fil qulağı modelinə. Topluda qarşılaşa biləcəyiniz sual tiplərindəndir uşaqlar bunlar. Bunu qeyd kimi yazarsınız. Fil qulağı modeli. Hər önümüzə gələnə fil qulağı modeli deməyəcəyik uşaqlar. Bunun da müəyyən qaydaları var. Ki ona uyanlar fil qulağı adlanır. Birinci nədir? Surətlər bərabər olmalıdır. Hər birisinin surətləri. İkinci nədir? Məxrəclər arası fərqlər bir-birinə bərabər olmalıdır. İndi sual üzərində göstərəcəm. Deyəcəksiniz ki, bu sual tipi, bəli, bəli. Hamınız məncə qarşılaşmışsınız bu sual tipləri ilə. Bəlkə ilişmişsiniz, amma məncə bu gündən sonra sizə rahat gələcək. Deməli, bu da belə. Yazıram. İndi çoxlarınız bəlkə də bunu düşünüb ki, bunları hesablamaq üçün vuraq məxrəcləri. Sonra isə toplayanda da ortaq məxrəc gətirək. Nəsə elə bir hissiyat yarandı məndə. Deməli, necə edək uşaqlar? Əvvəla, gəlin görək bu fil qulağı modelinə uyurmu, uymurmu? Onu nəzərdən keçirək. Görürsünüz ki, hər birinin surəti birdir, yəni eynidir. Ona görə fil qulağı modeli deyə biləcəm. Məxrəclər arasındakı fərq eynidirmi? Baxın, 1-dən 3'ü çıxanda 2, 3-dən 5'i çıxanda 2. Eyni qaydada hamısında 2 alınır. O zaman uyur, mənim modelimi uyur. Necə həll edirəm uşaqlar? Əvvəla, məxrəclər arasındakı fərqi çıxardıram çölə 2, surətlə çıxardıram çölə 2 ilə 1. Bunlar çöldədir. Yəni, birincini surətdə, ikincini də məxrəcdə yazdıq. Bunlar qalsın. Bizim kəsirdə ilk başladığımız ədəd hansıdır? 1. 1'in tərsi uşaqlar 1-də 1'dir. Sonuncu ədədimiz hansıdır? Baxın, 11. Tərsi nədir? 11-də 1. Bunlar da çıxırsınız bir-birindən. Bərabərdir. Yəni, 2-də 1'i vuracaqsınız. 1-də 1'dən 11-də 1 çıxmaq eləyir 11-də 10. O da bərabərdir 11-də 5. Yəni, bu sualın cavabı elədir 11-də 5. Qeyd edin sizdən.
Keçəyin iş və havuz məsələlərinə. Davamında yazacağım elə. İş və havuz məsələləri. Ümumiyyətlə yadınızda saxlamalısınız ki, hər bir iş tamdır. Yəni, birə bərabərdir. Tamlıq deyəndə bir nəzərdə tutulur. Ona aydın gəlin məsələlər işləyək. Burada görəcəksiniz nə demək istəyirəm. Misal nömrə 1. Sual belədir uşaqlar. Biraz qısa yazacağım. Usta birinci gün işin 7-də 2 hissəsini, sonra isə işin 7-də 3 hissəsini gördü. Baxın, bu görülmüş işlərdir. 7-də 2 ilə 7-də 3 görülmüş işlərdir. Deyir, işin hansı hissəsi görülməmiş qaldı? Görülməmiş. Görülmüşü soruşmur, görülməmişi soruşur. Əvvəla mən görülən işləri tapım. Görülən. Necə tapa bilərəm? İşləri toplayacağım da. Görüm 7-də 2 ilə 7-də 3-ü toplasam, sən demə bu ümumən 7-də 5 hissəsini görüb. Usta, bu işi gördüm. Görülməmişi tapmaq, yəni qalan işi tapmaq üçün uşaqlar hər zaman ümumi işdən, mən də mövzunu başlayanda ilk cümləm nə idi? İş tam idi. Yəni, tam işdən görülən işi çıxmalıyam. 7-də 5-i çıxaram, əlimdə qalar qalan iş, yəni görülməyən iş. 7-də 2. İş də bu qədər qalmış olacaq. Cavab da elə bu olacaq. Bunu da qeyd elədirsə, keçək hovuz məsələlərinə. Ən çox çalışan hissələr də bu idi. Onun da özünə aid bir həll edilmə metodu var. Sadəcə olaraq burada müəyyən qayda var ki, onlara riayət eləməlisiniz. Məsələn, saatdan hissəyə keçmək və hissədən saata keçmək. Yadınızda saxlayın ki, saat və hissə bir-birinə tərs anlayışlardır. Məsələn, nəyi nəzərdə tuturam? Məsələn, deyirsiniz ki, 6 saat əslində 6-da 1 hissə deməkdir. 5 saat 5-də 1 hissə deməkdir. Və yaxud da 5-də 1 hissə 5 saat deməkdir. Yəni, siz saatdan hissəyə keçəndə həmən ədədin tərsini tapırsınız. Eyni qaydada hissədən saata keçəndə də bunu eləyəcəksiniz. Yəni, gəlin nə demək istəyirəm, ona baxaq. Deyir ki, birinci boru hovuzu 15 saata doldurur. Bu çox önəmlidir, uşaqlar doldurur. Yəni, bunu da qeyd edirəm ki, vacibdir. İkinci boru isə, çünki biri boşaltsa, biri doldursa artıq dəyişəcək həll edilmə metodu. Deyir ki, ikinci boru isə 10 saata doldurur. 10 saata doldurur. İndi bizdən nəyi soruşur? Deyir, 2 boru birlikdə açılarsa, hovuz neçə saata dolar? Əvvəla gəlin görək ki, biz bunları hissəyə çevirək. Deməli, birinci boru 15 saata doldurursa, 15-də 1 hissəsini görmüş olar. 15-də 1. Çünki mən saatdan hissəyə keçəndə bayaq da dedim. Nə edirik? Tərsini tapırıq. 10 saata doldurursa, 10-da 1 hissəsi. Və sizə doldurur dediyi üçün bunlar toplanmalıdır. Doldurmada toplayırıq, boşaldanda artıq çıxacaq. Çünki azalır da, istər-istəməz çıxırıq. Bərabərdir. Bunları toplayanda ortaq məxrəc 30-dur. 2-yə vurdum, 3-ə vurdum. Cavab elədi 30-da 5. Lakin cavab bu deyil, uşaqlar. Mənim cavabım bu hissədir. Yəni, sizdən soruşsa ki, hovuzun hansı hissəsi dolar? 30-da 5 hissəsi. Bəs hovuz neçə saata dolar dediyi üçün hissədən saatı keçirsiniz. 30-da 5 hissə əslində 5-də 30 saat deməkdir. İndi 5-də 30 kimi yazmaq ayıbdır. Həm də cavablarda olmayacaq. Bunu 30 bölü 5, yəni 6 saat kimi yazacaqsınız. Cavabı da belə götürəcəyiz. Bu da belə uşaqlar. Gəlin bir dənə də boşaltmağa aid bir sual yazaq. Sualda deyilir ki, baxın sual belə idi, keçirəm ikinciyə. Sualda deyilir birinci boru hovuzu 5 saata doldurur. Birinci boru doldurmaqla məşğuldur. İkinci boru 15 saata doldurur. 15 saata doldurur. Lakin üçüncü boru isə hovuzu 10 saata boşaldır. Yəni su əksilir də buradan boşaldır. Ona görə çıxacaqsınız. Deyir, borular birlikdə işləsə hovuz neçə saata dolar? Mən əvvəla birinci borunun saatdan keçirəm hissəyə. Yəni 5 saatsa 5-də 1 hissədir.
İkinci boru 15 saatdırsa 15də 1 hissədir. Üçüncü boru 10 saatdırsa onda 1 hissədir. Baxın, yazıram hissə. Qarışdırmayaq. Birinci və ikinci boru doldurdu. Topla. Üçüncü boru isə çıxdı. Çünki boşaldırdı. Bərabərdir. Siz bu əməli hesablayırsınız. Bunu da cavabını deyirəm. Eləyir 30'da 5. Bunun da cavabı 30'da 5 elədi. Nə gözəl. Eyni cavablar alındı deyəsən. Aha, bu 30'da 5 hissədir uşaqlar. Sizdən yenə hissəni soruşmur şərtin sonunda. Sizdən saatı soruşur. Hissədən saatı keçəndə tərsini tapırsınız. Yəni 30'da 5'in tərsi əslində 5'də 30'dur. Bu deyirmi ki sizə 6 saat? Bəli, eyni cavab alındı. Nə gözəl. Bu da belə uşaqlar. Hovuz tipli sualların həll olunma metodu belə olur. Sonra gəlin baxaq nəyə? Üçüncü misal gəlir də deyəsən. Misal 3. Misal nömrə 3. Üçüncü sualda deyilir ki, bir fəhlə işi 8 saata, digəri isə 10 saata yerinə yetirir. Onlar birlikdə 4 saat işləyiblər. 4 saata. İşin hansı hissəsi görülməmiş qalar? Hissəsi görülməmiş qalar. Gəlin baxaq. Əvvəla gələk məsələnin əvvəlinə qaydaq. Deməli, bunlar işləyiblər və işi 8 saata biri, 10 saata da biri. Görək, ümumi bunlar nə qədər iş görüblər. Biri 8 saat işləyirsə, deməli 8'də 1 hissəsini görüb, 10 saat işləyən 10'da 1 hissəsini görmüş olur. Toplayanda alınır ortaq məxrəc 40, 40'da 9. Bunlar 40'da 9 hissəsini gördülər. Lakin sizə 4 saatlıq işi soruşur. 4 saatlıq iş isə bunların 4 mislidir də. Yəni 40'da 9'u vuracaqsınız 4'ə. Yəni mən 4 saatı deməli işin hansı hissəsini görmüş olacağam? 40'da 9'u 4'ə vurmuş olacağam. Bu da eləyəcək 10'da 9. Çünki 4 ilə 40 yığçalar getdi. Deməli işin hansı hissəsi görüldü? 4 saata görüldü 10'da 9. Yazaq bura. Görüldü. 10'da 9. Lakin sizdən görülməmiş, yəni qalan işə soruşur. Qalan iş rahatdır. Həmişə birdən çıxırsınız. Tapdığınız o görülən işi. 10'da 9 cavab eləyir. 10'da 1 hissəsi. Qutardı uşaqlar. Deməli, partik hissəsini də bitirdik. İnşallah hər biriniz üçün yararlı bir video olar. Videoya baxanda çalışın, öz qeydlərinizi götürün. Çünki bu qeydlər sizə toplunu işləyəndə çox lazım olacaq. Hər birinizə uğurlar arzulayıram. Əgər kiməsə köməyim dəydisə, nə xoş mənə. Gələn videolarda görüşənədək inşallah yeni bir bölmə, faiz bölməsinə başlayacağam. Sistemli şəkildə video izahları verəcəm sizə. Sonra isə çalışacağam test izahları da verim. Şərhlərinizi gözləyəcəm. Bu qədər. Hələlik özünüzə yaxşı baxın, sağlıqla qalın.